Getdim mən. Hə. Hə? Yox, gələcəm, abeddəyəm. Hə. Hoppa da. Uşaqlar, YouTube-a atdığım ilk uzun videodur. Bundan sonra motovlog videolar çəkmək istəyirəm. Yəni, zaten sosial mediada, Instagram və TikTok zaten dedim. Nəysə, bu türk sözlərimə çox da eləməyin, fikir verməyin. Mən uşaqlıqdan bəri türk videolarından böyümüşəm. Filmlər, nə bilim, seriallar, hətta oyunlar. Bir ara Türkiyədə dublaj main kimi tanıyırdılar məni. Yəni, as bayraqlar, Azərbaycanlı dublajör kimi tanıyırdılar. Lənət olsun adamım. Sənin canına canı cəhənnəmə lənət Jonathan. Yəni elə idi. Adım da Jonathan idi. Yəni həmişə oyunlardan falan tanıyırdılar. Sözüm nəyə? İnşallah ki, uzun videolar atmaq istəyirəm və hər səfərində maraqlı bir şey haqqında danışmaq istəyirəm. Hə. Maraqlı bir şey haqqında danışmaq istəyirəm. Biraz öz vloglarım olsun, bloglarım olsun. Amma bir şeyin fərqinə varmışam ki, kameranı açmayanda çox maraqlı şeylər olur. Məsəl üçün, bir hardasa 2-3 gün bundan əvvəl az qalsın ölürdüm də, yəni. Həqiqətən də. Çünki Bakı-Sumqayıt yolundan qayıdıram. Qabağıma razbort edir. Məsəl üçün, mən buradan çıxacam da yola, düzdür? Mən baxıram birinci yola, maşın gəlir, gəlmir. Görürəm ki, gəlmir, gedirəm. Yoluma davam edirəm. Yəni, təbii ki, burada artıq Seyizat da qoşuram. Adını siz deyin. Nəysə. Adı necə yadımdan çıxdı? Nəyə qoşurdum mən burada? Nəysə də, dönmə siqnalını, hə. Onu falan da qoşuram. Amma necə oldu, məsələ? Adam geriyə dönmə zamanı ən sol zolağa çıxmalıdır, birdən-birə orta zolağa çıxdı. Orta zolağa çıxanda da nə oldu? Bakı-Sumqayıt yolunda yüksək sürətlə gəlirəm, orta zolaqdayam. Adam birdən-birə orta zolağa çıxdı. Land Cruiser idi, səhv eləmirəmsə, ağ Land Cruiser. Ümumiyyətlə o maşınlardan həmişə başım dərddə olub da. Bir qadın sürücü, bir də Land Cruiser. Yəni bunu sürənlər, inşallah adını düz deyirəm. Hə, bunu sürənlərdən həmişə başım problemlərdə olub. Nəysə. Orta zolağa çıxdı. Mən də yüksək bir sürətdən gəlirəm. Təbii ki, yəni yolun özü də 110-luq yoldur. Səhv eləmirəmsə. Az qalsın dəyirdim. Yəni 140-dan məsəl üçün gəlirəm və o adama çatmağıma hardasa 30 metr falan vaxt qalıb da. 30 metrdən sonra mən o adama dəyəcəm. O maşına dəyəcəm mən. Torumuza bastım, gördüm yox, torumuz bu məsafəni götürməyəcək. Bu arada həqiqətən motosikletdə çox ehtiyatlı olun. Motosikletin torumuzu maşın kimi deyil. Güclü bir torumuzu yoxdur. Heç bir motosikletdə o qədər güclü bir torumuz yoxdur. Hələ yüksək kuba sahib motosikletlərdə var hardasa. O da bir yerə qədərdir. Gördüm yox, mən saxlaya bilməyəcəm. Sırazı sol arxa farasını çox belə xırda bir santimlik məsafədən keçdim. Yoxsa girirdim. Dəhşət təhlükəlidir. Azərbaycanda temvoli motosiklet sürmək çox təhlükəlidir. Hər gün bir şey eşidirik, hər gün bir qəza eşidirik, hər gün bir problem eşidirik. Artıq yəni mən özüm belə sürəndə çox ehtiyat edirəm. Bəzi dostlarım var idi, motosikl sürürdü. Düzdür, yəni bu sevdadır, bu həvəs deyil, bu tamam başqa bir şeydir. Yəni sürəndə əl çəkmək istəmirsən. İstəyirsən ki, elə hər gün sürəsən, motosiklsız qalanda, adi bir gün belə qalanda özünü pis hiss edirsən. Hə, yəni bu bir sevdadır. Yaxşıdır vəziyyət. Qaqışda işləmir. Hə. Qırağa ver. Sür ora.
Sə, əsas narahat idim ki, yəni qayğışın motosiklet xodlanmayacaq, yolun ortasında qalmasın. Son çarə heç nə, dizdən falan itələyəcəkdim ki, qoy qırağa keçsin, qıraqda xodlayaq. Olur, ermənilərdə falan o problemlə qarşılaşırlar. Bir də görürsən sönür eləyir, stop eləyir. Biraz motosikletə gərək yaxşı baxasan. Adamı çox yorur motosiklet. Hə. Yəni çox ehtiyatlı olun. Həvəsində olan da çox insan var. Kommentlərdə falan yazırlar, yəni sosial medialarda yazırlar mənə, TikTokda, Instagramda. Və məsələn yolun ortasına çıxır, yolun ortasından keçmək istəyir. Azərbaycanda da yəni yolda kimisə vurdunsa, günah səndədir. Fərqi yoxdur, ay nə bilim, neynədin, o 8 zolaqlı yolu keçirdi, neynirdi, adam vurmusansa günah səndədir. Vurmayardın. Ona görə ehtiyatlı olun. Bir də bəzi qadın sürücülər həqiqətən çox pis sürürlər. Hə, adam belə düşünür. Niyə bu qədər problemli sürəsən də? O bir dənə videoda demişdim ki, gəlir yolun ortasında işığı yandırır, dörtlüləri yandırır, vəsiyo, dayanır orada. Bu da bunun üçün oldu. Nə oluyor? Hə. Heç nə, sadəcə yolu keçmək istəyir. Hə. Yandırır, dayanır ortada. Deyirsən, yəni sür də, bu arxadan sürətli bir maşın gələ bilər. Görməyə bilər. Almaniyada necə məsəl üçün 200-lük, 300-lük yollar var. Rahat bir şəkildə adam o qədər sürə bilir. Yəni o yolun həddi odur da, daha sürətli getməlidir. Almaniya çox böyük ölkədir. Azərbaycan indi balacadır, amma yenə də sürət həddi var da. Bu adam 90 ilə gedəcək yolda 90 ilə gedir. Hətta daha sürətli də gedə bilir. O kimi şeylərə diqqət etmək lazımdır. Həmişə bacardığım qədər maşınlardan uzaq gəzməyə çalışıram. Motosikletdə problem yoxdur. Motosiklet təhlükəli deyil. Yoldakı sürücülər təhlükəlidir. Bu həmişə belədir. İndi düzdür, bizdə də az yoxdur. Ara işləyirik, amma bu motosikleti alırsan ki, yəni o profkada qalmayasın da. Gedib onda mən də maşın sürüm də, maşınım var onsuz da. Gedim maşın sürüm. Niyə motosiklet sürürəm? Mən motosikleti ona görə sürürəm ki, bu azadlıqdır. Yəni havanı hiss edirsən, küləyi hiss edirsən, yağışı hiss edirsən. Bunu buna görə sürürsən. Məsəl üçün, bu maşınların arasına girməyəndə deyirlər ki, məsəl üçün, niyə yolun hamısını zəbt edirsən? Bu zolağı tamamilə niyə zəbt edirsən? Araya girəndə də deyirlər ki, niyə araya girirsən? Belə bir problemlər var. O mədəniyyətin hələ oturması üçün bir xeyli zaman lazımdır. Amma sizə deyim ki, bir çox hallarda maşın sürənlər, məsəl üçün görəndə ki, mən gəlirəm motosikildən, yəni yol verirlər. Devim burada məsəl üçün, arxadakı biraz saxladı ki, mən onun yanından keçib gedə bilim. Sağ olsun. Yəni, belə insanları görəndə çox sevinirəm. Və belə sürücülərə dəstək olmaq lazımdır. Motosikletlər var, düşovka kimi sürənlər var, onlardan ibarət deyil. Motosiklet sürücüləri onlar deyil. Ay nə bilim, kasksız sürənlər, qanun qaydaya riayət etməyənlər. Az qalsın. Dedim, indi dönəcək. Dönə bilərmi? Dönə bilər. Mən də çox da belə yaxşı yoldan getmirəm. Avtobus yolundan gedirəm. Və saat 7:10-dan 22:00-a qədərdir. Tamam. Burada saxlayırıq. Niyə? Çünki hop, gəlir adam. Bu Ares. Bu kimindir? Mənə yazar, tapsın. Bütün Ares sürənləri deyirəm də, toplayıram. Toplayıram. Necə də mədənidir. Lanet olsun. Dostum, bu qədər da mədəni olma, hə? Senin lanet pislik. Hələ mən bu videolardan hələ kəsintilər falan çıxaracam. Onları düzənləyəcəm falan. Xeyli vaxt. Yəni, motovlogger olmaq istəyirsənsə bir xeyli vaxtın gedir. Nə yalan deyim. Çünki, atıram, bir saat motosiklet sürürsənsə, 2 saatda editə vaxt ayırasın. Bəxtim gətirib ki, montajoram. Keç.
Keç. Canım yerim. Mən maşınlara həmişə yol verirəm. Çünki maşınlar da mənə yol verir. Hörmət qarşılıqlıdır. Unutmayaq. Bu arada mən belə danışmaq üçün belə istədim, çıxım biraz motosiklet sürüm, amma 28-ə gəldim, çatdım ha, Kərbalay. Hafif gəldim, çatdım. Yəqin ki, bu videolarda heç nəyi kəsməyəcəm. Yəni, hamısını paylaşacam. Allah'ın olsun YouTube üçün kəsməyə xotum yoxdur. Vallahi məni qınamayın, amma mənim işim onsuz da montajdır. Bir tərəfdən də yəni bu YouTube videolarını editləyəcək vaxtım yoxdur. Amma çalışdığım qədər təbii ki, nələrdənsə danışıram. Boş yox, dolu danışmağa çalışıram. Müəyyən mövzulardan. Azərbaycanda həqiqətən motovloqer yoxdur. Yəni demirəm, indi bəlkə də ola bilər. Hərənin bir işi var. Amma mən şəxsən elə görmürəm. Yəni söhbət yaxşı motosiklet sürməkdən getmir. Söhbət həqiqətən gördüyün işi təmənnasız. Sadəcə, məsəl üçün də, sevilib, insanlara bir şey öyrətmək üçün görməkdən gedir. Nəsə satmaq, nəsə eləmək vacib deyil. Yəni, nəyisə satmaq, biraz ətraf yığıb bundan sui-istifadə eləmək, bu kimi şeylərə ehtiyac yoxdur. Həqiqətən də gəncləri öyrətmək lazımdır. Moto ekspert var, məsəl üçün, çox sevirəm. Ayda, qardaş Dubayda yaşayır. Mən ilk dəfə motosikleti öyrənməyə başlayanda o insanın videolarına başlamışdım da. Görürəm, video çəkir. Mən o insanın videolarından öyrənməyə başlamışdım. Çox qəşəngdir də. Yəni, mənə bir çox şeyi öyrətmiş insan odur. Və bir şeyin fərqinə vardım ki, Bakıda yaşayıb da həqiqətən də bunları öyrədən, kamera qarşısında danışan, düzgün sürən insanlar yoxdur. Mən ondan öyrənmişdim. İndi öyrəndiklərimi təbii ki, tətbiq edəcəm. Tətbiq edirəm daha doğrusu. İnsanlara da öyrədəcəm və yazılmamış qanunlar var sürüşlərdə. Mən özüm qayda qanunu öyrənmişəm deyə, yəni ola bilər arada səhv edə bilərəm, amma daha çox qayda qanunla sürməyə çalışıram. Daha çox qayda qanunla sürməyə çalışıram. Mən özüm bu kimi şeyləri öyrənmişəm deyə